Salam əziz şagirdlər. Növbəti video dərsimiz hərəkət, oxşarlıq və simmetriyaya aiddir. İlk əvvəl oxşarlıqdan, üçbucaqların oxşarlığından başlayaq. Üçbucağın oxşarlığının 3 əlaməti var. Birincisi bucaq-bucaq əlaməti. Əlamətə görə bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərdirsə, o zaman bu üçbucaqlar oxşardır. Məsələn, ABC üçbucağında alfa və beta, digər üçbucaqda isə yenə alfa və beta bir-biri ilə eynidirsə, onda üçbucaq ABC oxşardır. Oxşarlıq işarəsidir bu. Üçbucaq, eyni bucaqlar üst-üstə düşməlidir. Alfa bucağına uyğun təpə nöqtəmiz M, beta bucağına uyğun təpə nöqtəmiz K, B bucağına daha doğrusu. Beta'ya uyğun olan isə N'dir. İkinci əlamətimiz TBT əlaməti. Bu əlamətə görə, yəni tərəf, bucaq və tərəf əlaməti. Bir üçbucağın iki tərəfi uyğun olaraq digər üçbucağın iki tərəfi ilə mütənasibdirsə və onlar arasında qalan bucaqlar eynidirsə, o zaman bu üçbucaqlar oxşardır. A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 və eyni zamanda onların arasında qalan bucaqların bərabərliyini veribsə, üçbucaq ABC oxşardır. Üçbucaq B bucağına uyğun gələn M olduğuna görə M nöqtəsini ortada yazırıq. A1 B1-ə uyğun gəlməlidir deyə N, M, K şəklində qeyd edirik. Deməli, üçbucaq ABC oxşardır üçbucaq N, M və K tərəfi ilə. Üçüncü əlamətimiz TTT, yəni tərəf əlaməti. Bir üçbucağın üç tərəfi uyğun olaraq digər üçbucağın üç tərəfi ilə mütənasibdirsə, o zaman bu üçbucaqlar oxşardır. A1, B1, C1, A2, B2 və C2. A1 böl A2, B1 böl B2-yə, o da C1 böl C2-yə bərabərdirsə, o zaman üçbucaq ABC oxşardır. Üçbucaq N, M, K ilə. Daha sonra isə üçbucaqların əlamətlərindən sonra belə bir qeyd verək. Əgər bizim fiqurlarımız oxşardırsa, o zaman oxşar üçbucaqların, oxşar dördbucaqların və yaxud da ki, oxşar fiqurların tərəflərinin nisbəti, perimetrinin nisbəti, daha sonra median, əgər üçbucaqdan söhbət gedirsə, medianlarının nisbəti, hündürlüklərinin nisbəti, tən bölən varsa, tən bölənlərinin nisbəti, dördbucaqlardan söhbət gedərsə və yaxud da çoxbucaqlıdan söhbət gedirsə, diaqonallarının nisbəti, həmçinin radiuslarının nisbəti, hamısı bir-birinə bərabərdir və oxşarlıq əmsalına bərabər götürürük onu da. Əgər bizim fiqurlarımız oxşardırsa, sahələrin nisbəti isə bu gördüyünüz bütün nisbətlərin kvadratına bərabərdir. Hamısının kvadratı əvəzinə sadəcə olaraq K kvadratı yaza da bilərik. Fəza fiqurlarından söhbət gedərsə, fəza fiqurların isə həcmlərinin nisbəti oxşarlıq əmsalının kubuna bərabərdir. Burada radiuslar ola bilər, tərəflər ola bilər. Artıq fəza fiqurlarında hansı elementlər varsa onlara uyğun yazmaq olar. Gəlin nümunələrə baxaq. İki oxşar çoxbucaqlıdan böyük tərəfləri uyğun olaraq 25 və 15-dir. Yəni A1 25, A2 15-dir. Perimetrlərinin cəmi P1 topla P2 96 santimdir. Kiçik çoxbucaqlının perimetrini tapın. A1 bölünsün A2, P1 bölünsün P2-yə bərabər olduğunu nəzərə alsaq, 25 bölünsün 15 bərabərdir P1 böl P2-yə. 25 ilə 15-i ixtisar eləsək 5, 3. P1-ə uyğun qiymət 5, P2-yə uyğun qiymət 3-dür. P1 bərabərdir 5K-ya, P2 bərabərdir 3K-ya və onların cəminin 96 olduğunu qeyd eləsək, 8K bərabərdir 96-ya, K da bərabərdir 12-yə. O zaman böyük üçbucağın perimetri olacaqdır 5 vur 12, 60. Kiçik üçbucağın perimetri 3 vur 12, 36 santim.
Keçək digər suala. Sahələrinin nisbəti 12/75 olan iki oxşar üçbucağın uyğun hündürlükləri nisbətini tapın. Biz bilirik ki, S1 bölünsün S2 oxşarlıq əmsalının kvadratına və yaxud da ki, hündürlüklərdən söhbət gedirsə, H1 bölünsün H2-nin kvadratına bərabərdir. Bərabərdir 12/75, 12 və 75 hər ikisi 3-ə ixtisar olunur. 3-ə bölsək 4, 3-ə bölsək 25. H1 böl H2'nin kvadratı 25'tirsə, o zaman H1'in H2'ye olan nisbəti 2'nin 5'e olan nisbətinə bərabərdir. Sonra keçək digər nümunəyə. Bir kvadratın tərəfi digər kvadratın tərəfindən 9 dəfə böyükdürsə, onların xaricinə çəkilmiş çevrənin radiusları nisbətini istəyir. Bütün kvadratların oxşar olduğunu qeyd eləyək. İlk əvvəl, o zaman onların radiuslarının nisbətini istəyirsə, tərəflərinin nisbəti, əgər perimetr varsa perimetrlərinin nisbəti, diaqonallarının nisbəti, hamısı bir-birinə bərabər olduğunu nəzərə alsaq, bir kvadratın tərəfi digərindən 9 dəfə böyükdürsə, o zaman radiusların nisbəti də elə həmin 9-a bərabər olacaq. Homotetiyadan danışaq indi. Müstəvinin özünə çevrilməsində istənilən iki nöqtə arasındakı məsafə eyni ədəd dəfə dəyişərsə, belə çevrilməyə oxşarlıq çevrilməsi deyilir. Oxşarlıq çevrilməsi oxşarlıq çevrilməsi ilə biri digərinə çevrilən fiqurlara oxşar fiqurlar deyilir. Və oxşarlıq çevrilməsi zamanı A və B nöqtələri uyğun olaraq A1 və B1 nöqtələrinə çevrilərsə, o zaman AB bərabərdir, K vurulsun A1, B1 olaraq bərabərliyi ödənilir və bizim buradakı K'mız oxşarlıq, yəni homotetiyanın əmsalıdır. Əgər homotetiyanın əmsalı 1-dən böyükdürsə, o zaman fiqurumuz böyük deməkdir. Əgər bizim K'mız, yəni oxşarlıq əmsalımız, homotetiya əmsalımız 0-1 aralığındadırsa, o zaman bizim fiqurumuz sonra kiçiləcək. 1-ə bərabərdirsə fiqurlar konkurent olacaq, yəni bir-birinə bərabər olacaq. Şəkillərlə burada onu göstərmişəm. Məsələn, ABC üçbucağı, burada K 1-dən böyükdür və K 1-dən böyük olduğuna görə o daha böyük bir üçbucağa paralel köçürülür. O zaman B nöqtəsi B1-ə, C nöqtəsi C1-ə, A nöqtəsi A1-ə, həmçinin digərində ABC üçbucağı. Burada K'mız 0-1 aralığındadır. Fikir verirsinizsə əgər, üçbucağımız digərinə nisbətən daha balacadır. Keçək üçbucaqların oxşarlığına aid bəzi nümunələrə. Birinci şəklimiz belədir. Əgər bu formada M-in N-ə paralel olduğunu qeyd eləyibsə bizə, o zaman biz bu üçbucaqda bu balaca üçbucaqla böyük üçbucağın oxşar olduğunu qeyd eləyə bilərik və uyğun tərəflərin nisbəti də bir-birinə bərabər olacaq. A-nın M-ə, bütöv A topla B-nin isə oturacaqdakı N-ə olan nisbətinə bərabərdir. Gəlin nümunəyə baxaq. Deyir ki, ABC üçbucağında M-in 10-dur, AC 15-dir, BC tərəfinin 18 olduğunu bilərək bizdən BN tərəfini istəyir və biraz əvvəl dediyimiz qaydaya əsasən bunlar bir-birinə paralel olduğunu məsələnin şərtində qeyd eləyib. Əgər onlar paralel olmasa, indiki yazdığımız qaydanı tətbiq eləyə bilmərik. X-in ona, balaca üçbucağın BN tərəfinin MN tərəfinə olan nisbəti böyük üçbucaqda 18-in 15-ə olan nisbətinə bərabərdir. O zaman 15x bərabərdir 18 vurun 180 eləyəcək. X ilə bərabərdir 180 bölünsün 15, yəni 12'dir. O zaman BN tərəfinin uzunluğu nəyə bərabər olacaq? 12'yə. Digərinə baxaq. M-in BC-yə paraleldir və AM 3'dür. BM 7'dir. Bizdən M-in BC-yə olan nisbətini istəyir. Bura qoyaq X, bura qoyaq Y. Biz bilirik ki, onlar bir-birinə paraleldirsə, 3'ün X-a, 3 topla 7'nin, yəni 10'un Y-ə olan nisbəti bir-birinə bərabərdir. O zaman X-in Y-ə olan nisbəti də 3'ün 10'a olan nisbətinə bərabər olacaq. Daha sonra ikinci bu formada olan şəkillərini rastlaşdıq. Qum saatı formasında rastlaşdığınız bütün şəkillərdə əgər iki qarşı tərəfin paralel olduğunu vurğulayırsa, yəni DY paraleldir, AB şərti ödənilirsə, o zaman bu üçbucaqlar bir-biri ilə oxşar olacaq. Hansı ki, burada daxili çarpaz bucaqlar əmələ gəlir. A bucağı və Y bucağı, D bucağı və B bucağı bir-birinə bərabərdir. Həmçinin də iki bucaq bir-birinə bərabərdirsə, onlar oxşar üçbucaqlar adlanır. Oxşar üçbucaqların da uyğun tərəflərinin nisbəti bir-birinə bərabər olacaq. Yəni, DY bölünsün AB bərabərdir DC bölünsün, burada alfanın qarşısında BC bərabərdir. Daha sonra CY'nin
Burada betanın qarşısında duran tərəfimiz AS'yə olan nisbətləri bir-birinə bərabər olacaq. Həmçinin oxşar olduqlarına görə sahələrin nisbəti tərəfləri, perimetr, digər elementlərin nisbətinin də kvadratına bərabərdir. Əgər belə bir misalına rastlaşsaq. Gəlin belə bir nümunəyə baxaq. Bizə belə bir paralleloqram verilib və paralleloqramda biz bilirik ki, qarşı tərəfləri bir-birinə paraleldir. O zaman qum saatı şəklimizin uyğun olaraq biz bilirik ki, baxın bu üzərindən rəngli qələmlə yazacağım. Bu üçbucaq, iki üçbucağı daha doğrusu bir-biri ilə oxşardır. Özünün bizə verdiyi qaydaya əsasən AN ND-yə bərabərdir. MA. Bura 12-dir. Deməli, bura x-dırsa, bu da x-dır. Paralleloqramın qarşı tərəfləri paralel olmaqla yanaşı bir-birinə də bərabərdir. O zaman bu hissəyə də 2x düşəcək. Bu üçbucaqlar oxşar olduğunu nəzərə alsaq, o zaman bura alfadırsa, bu da alfadır. Bura betadırsa, bu da betadır. Bura qammadırsa, burada qammadır. Və burada alfanın qarşısında x dayanıb, burada alfanın qarşısında 2x dayanıb. Burada qammanın qarşısında 12 dayanıb, burada qammanın qarşısında bilmirik nə dayanıb, bu da olsun y. X-lar ixtisar gedir, y-da çarpaz vurduğumuz zaman alırıq 24. Deməli, bu hissə nəyə bərabərdir? 24-ə. Bizdən AS'nin uzunluğunu soruşmuşdu. AS'nin uzunluğu isə bərabər olacaq, bu C tərəfidir. AS'nin uzunluğu isə bərabər olacaq, bütövlükdə 12 üstəgəl 24, yəni 36 santimetrə. Deməli, bu formada olan misallarda birinci növbədə bucaqların bərabərliyini göstərmək lazım ki, eyni bucağın qarşısında duran tərəflərin nisbəti bir-birinə bərabərdir. Keçək digər bir suala, nümunəyə. ABCD trapesiyasının AD 20 santim və BC. Gəlin şəkli çəkək əvvəlcə. Bir trapesiya çəkək. A, B, C, D. ABCD trapesiyasında AD'nin 20 olduğunu qeyd edib, BC'nin 15 olduğunu qeyd edib. AC diaqonalı isə 28 santimdir. AC diaqonalının 28 santim olduğunu bilərək bu diaqonalların kəşfə nöqtəsi ilə bölündüyü hissələri digər diaqonalında çəkirik. Və bizdən istədiyi, bax buradan buraya, bunların hər birində ayrılıqda bir-biri ilə ölçülərini istəyir. Gəlin buna x qoyaq, buna da y qoyaq. BC və AD trapesiyada bir-biri ilə paraleldir. O zaman iki paralellik varsa qum saatı şəkli ödənilir. Bura alfadırsa, burada alfadır. Bura betadırsa, bu da betadır. Həmçinin də bura qammadırsa, qarşılıqlı bucağa görə bu da qammadır. Uyğun tərəflərin nisbəti bir-birinə bərabər olacaq. Balaca üçbucaqda burada qammanın qarşısında 15 dayanır. Böyük üçbucaqda qammanın qarşısında 20. Daha sonra burada x dayanıb. Bütövlükdə 28 olduğunu biliriksə, o zaman buna da 28 çıxılsın x yazaq. 28 çıxılsın x-a bərabərdir. 15 ilə 25, 20-ni ixtisar eləyək 5-ə. 5-ə böləndə 4, 5-ə böləndə 3. Çarpaz vuraq. 4x bərabərdir. 3-ü 28-ə vursaq uşaqlar eləyəcək 84, çıxılsın 3x. 3x-i bərabərliyin soluna keçirirəm. 7x 84-də, x də bərabərdir 12-yə. X 12-dirsə, deməli bir tərəf 12-dir, digər tərəf isə 16 santimetrdir. 3 nömrəli suala baxaq. Deməli, 3 nömrəli daha doğrusu sualı qaydaya əsasən gəlir. 2 düzbucaqlı üçbucaq bir-birinə bu formada bitişibsə, burada da 90 dərəcəni qeyd edibsə, o zaman bura alfa, bura betadırsa, bura beta, burada alfa olacaq. Çünki bütöv 180 dərəcə olmalıdır. Bu qaydanı nəzərə alsaq. Bura 30-dursa, bu da 60-dır. Eyni zamanda bura 30-dursa, bu da 60-dır. Eyni bucaqların qarşısında duran tərəflərin nisbəti bir-birinə bərabərdir. Məsəl üçün, burada alfanın qarşısında AB dayanıb, AB'nin, burada alfanın qarşısında CD dayanıb, CD-yə, burada betanın qarşısında AC dayanıb, AC'nin, burada betanın qarşısında KD dayanıb, KD-yə və həmçinin də düz bucağın qarşısında BC, BC'nin, burada düz bucağın qarşısında KS tərəfi dayanıb, o tərəflərin nisbəti bir-birinə bərabər olacaq. 4 nömrəli sualda, əgər bir çevrənin daxilində bu formada üçbucaq şəklində verilibsə, burada paralellik önəmli deyil. Eyni qövsə söykənən iki daxilə çəkilmiş bucaq verilibsə, biz bilirik ki, eyni qövsə söykənən iki daxili bucağın bir-birinə bərabərdir. Ona görə bu bucaq və bu bucaq, həmçinin bu bucaqlar da eyni qövsə söykəndiyini nəzərə alsaq, bu da beta, bu da beta. Bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərdirsə, onlar da oxşardır və uyğun tərəflərin nisbəti də bir-birinə bərabərdir. 5 nömrəli qaydaya baxaq. Əgər bu formada şəkillə rastlaşmışsa və x, y, z bir-biri ilə paraleldir şərti ödənilibsə, verilibsə bizə, o zaman ortadakı hissənin tərsi digər iki
hissənin tərslərinin cəminə bərabərdir. 6 nömrəli sualdakı kimi trapesiya verilibdirsə və iki bucağın bərabərliyi verilib, diaqonal tərəf arasında oturacaqlar arasında əlaqəni axtarırsa, həmişə D-nin kvadratı A vur B-yə bərabərdir. Bu qaydanı bilmədən də oxşarlığa əsasən gedib tapmaq olar. Çünki diaqonal çəkildiyi zaman orada daxili çarpaz bucaqlar əmələ gəlir. İki bucağı da özü verib, bir üç bucağın iki bucağı uyğun olaraq digər üç bucağın iki bucağına bərabərdirsə, o zaman onlar oxşardır. Yəni yuxarıdakı üç bucaqla aşağıdakı üç bucaq bir-biri ilə oxşar olur. Uyğun tərəflərinin nisbətindən biz D kvadratı bərabərdir AB qaydasını alırıq. Fales teoreminə əsasən uşaqlar paralel düz xətlər ayırdığı hissələrin nisbətləri bir-birinə bərabərdir. Məsələn, AB-nin BS-yə olan nisbəti, digər tərəfdə, digər parçanın üzərində A1, B1-in B1, C1 olan nisbətləri bərabərdir. Bunlara aid xeyli nümunə ilə rastlaşacağıq. Onu bu formada verə bilər. Məsələn, baxın belə, bura 3-dür, bura 5-dir. Verər məsələn ki, bura 2-dir, bura neçədir. Həmçinin həm ayırdığı hissələrin nisbəti, həm də ki, yan tərəflərin nisbəti də bir-bir. Məsələn, bura C nöqtəsi qeyd eləsək, CA1-in A1, AA1-ə, daha sonra CB-nin B1-ə olan nisbətləri bir-birinə bərabərdir də götürülür. Buradan 3-ün 5-ə, bütövün x-ə olan nisbətinə, 5-in x-ə olan nisbətinə bərabərdir. 3x 25-ə, x də bərabərdir 25 bölünsün 3 nisbətinə. Yəni 8/3-də 1-ə bərabər olacaq. Əgər bizim üç bucağımızda orta xətt çəkilibdirsə, o zaman sahə S və 3S şəklində bölünür. Yuxarıdakı üç bucağın sahəsi ümumi üç bucağın 4də 1-nə, aşağıdakı üç bucağın sahəsi isə ümumi üç bucağın 4də 3-nə bərabərdir. Əgər ki, bu formada 2 dənə çəkilibdirsə, həm əmələ gələn trapez yanında orta xətti çəkilibsə, o zaman S, 3S, 5S bunu uzadaraq biz 7, 9S formasında davam elətdirə bilərik orta nöqtələri birləşdirdiyi zaman. İndi isə gəlin danışaq simmetriyadan. Simmetriyada biz əvvəlcə danışırıq simmetriya oxlarından. Bizim düz xəttimizin uşaqlar sonsuz sayda simmetriya oxu var. Şuanın bir simmetriya oxu var. Parçanın iki simmetriya oxu var. Ümumiyyətlə simmetriya oxu nədir? Simmetriya oxu bir fiqurun həmin ox üzrə qatladığın zaman bütün nöqtələri, bütün tərəfləri üst-üstə düşməsi deməkdir. Məsəl üçün tutalım, belə deyək də AB parçasıdır. Bu nöqtə simmetriya oxudur. Mən buna nəzərən qatladığım zaman o parçanın bütün nöqtələri üz-üstə düşməlidir. Üçbucaqlarda parçanın iki simmetriya oxu var. Biri tən ortadan çəkilən, bir də onu üzərində saxlayan. Deməli, üçbucağın üç növü var. Müxtəlif tərəfli üçbucaqda simmetriya oxu yoxdur. Bərabər tərəfli üçbucaqda simmetriya oxu 3 dənədir. Düz bucaqlı üçbucaqda isə yoxdur. Bərabər yanlı üçbucaqda isə burada qeyd eləməmişəm. Bərabər yanlı üçbucaqda isə təpədən çəkilən ola bilər ki, simmetriya oxu var, bir dənədir. Paralelogramda simmetriya oxu yoxdur. Heç bir düz xətt üzrə qatladığınız zaman nöqtələri üst-üstə düşməz. Rombun iki simmetriya oxu var. Onun diaqonallarıdır. Diaqonalları boyunca qatlandığı zaman, baxın, o zaman bütün tərəflər üst-üstə düşəcək, bütün nöqtələr. Düz bucaqlıda iki simmetriya oxu var. Düz ortadan keçən perpendikulyar düz xətlərdir. Kvadratda 4 simmetriya oxu var. Tərəflərin ortalarından keçən düz xətlər və diaqonallar eyni zamanda. Trapesiyada, normal trapesiyada yox, ancaq bərabər yanlı trapesiyada bir simmetriya oxumuz var. Çevrədə isə sonsuz sayda simmetriya oxu var. Bunları yadınızda saxlayırsınız. Çox bucaqların simmetriya mərkəzlərindən danışsaq, paralelogramdır, ronddur, düz bucaqlıdır, kvadratdır. Onların simmetriya mərkəzləri düz bucaq, onların diaqonallarının kəsişmə nöqtəsinə düşəcək. İndi isə müstəvidə simmetriyadan danışaq. Əgər bizə verilibsə AX, Y nöqtəsi və onun koordinat başlanğıcının nəzərən simmetriyasını istəyirsə, hər ikisi işarəsini dəyişəcək. Olacaq mənfi X, mənfi Y. Əgər OX oxuna nəzərən simmetriyasını istəyirsə, o zaman X oxuna toxunmuruq. Y oxunun işarəsini dəyişəcəyik. X mənfi Y. Əgər OY oxuna nəzərən simmetriyasından danışırsa, X dəyişir, Y dəyişmir. A düz xəttinə nəzərən simmetriyasını istəyirsə, 2A çıxılsın, X, Y-qa toxunmuruq. B düz xəttinə nəzərən simmetriyasını istəyirsə, X, 2B çıxılsın Y. AB nöqtəsinə nəzərən simmetriyadan danışırsa,
O zaman olacaq, buna da aşırıq verək. 2a çıxılsın x, 2b çıxılsın y. Y bərabərdir x düz xəttinə nəzərən simmetriyadan danışırsa, o zaman y və x yerlərini dəyişəcək. Y bərabərdir mənfi x-ə nəzərən simmetriyasından danışırsa, mənfi y, mənfi x formasında yazacağıq. Gəlin nümunəyə baxaq. A və B nöqtəsinin koordinatları verilib. AB parçasının S orta nöqtəsi. Orta nöqtənin koordinatlarını tapmaqdan ötürü uyğun koordinatların cəminin yarısını tapmaq lazımdır. Koordinatlar dərsində keçirilir bu. 5 ilə -15-in cəmi -10, yarısı -5-dir. -6 ilə 20-nin cəmi 14, yarısı isə 7-dir. S orta nöqtəsinin OX oxuna nəzərən simmetriyasını axtarırıqsa, o zaman x-a toxunmuruq, -5 olacaqdır. 7-nin də əksi -7. Deməli, AB parçasının orta nöqtəsi -5, -7 ilə simmetrikdir OX oxuna nəzərən. Keçək digər suala. A-4 ilə 6, 3 ilə B topla 2 nöqtələri bu nöqtəyə nəzərən simmetrikdir. Deməli, uşaqlar, A nöqtəsinin koordinatları A-4 və 6, B nöqtəsinin koordinatları 3 və B topla 2. Hər hansısa bir nöqtəyə nəzərən simmetrikdirlərsə, deməli, buradan bura, buradan da bura qədər olan məsafələr bir-biri ilə bərabərdir. Bu, ortada dayanıb. S orta nöqtənin koordinatıdırsa, o zaman A çıxılsın 4 uyğun koordinatların cəminin yarısına bərabərdir. A-4 üstə gəl 3 bölü 2 -4-ə. 6 topla B topla 2-nin yarısı isə 2-yə bərabərdir. A çıx 1 -8, A isə -7-yə bərabərdir. Həqiqətən də aparıb yerinə qoysaq, -7 qoysaq -11, -11-in üstünə 3 gələndə -8, yarısı -4. Həmçinin də burada B topla 8 bərabərdir 4-dürsə, B bərabərdir -4 olacaq. Aparıb yerinə qoyduğumuz zaman onun ödəndiyini görürük. A -7 oldu, B isə -4. Fəzada simmetriyadan danışaq. Hansı oxa nəzərən simmetriyadan danışırsa, o həmin olduğu kimi qalır, digərləri işarələrini dəyişir. Koordinat başlanğıcına nəzərən simmetriyada hər üçü işarəsini dəyişəcək. OX oxuna nəzərən simmetriyadan danışırsa, o zaman yalnız x qalır, digərləri dəyişir. X, -y, -z. OY oxuna nəzərən simmetriyadan danışırsa, y qalacaq, digərləri dəyişəcək. Və yaxud da OZ oxuna nəzərən simmetriyadan danışırsa, -x, -y və müsbət z. O x z-ə nəzərəndirsə, o zaman x və z qalacaq, y dəyişəcək. Hansı oxa nəzərən deyirsə, bunu bu formada davam elətdirə bilərsiniz fəzada simmetriyada. Və yaxud da ki, o x, y oxuna nəzərən, müstəvisinə nəzərən simmetriyasından danışırsa, bu müstəviyə nəzərən simmetriyada x və y olduğu kimi qalır. Yalnız dəyişən z olacaq koordinatı. Deməli, paralel köçürməyə keçək. AX, Y nöqtəsi AB nöqtəsinə nəzərən A', X', Y' nöqtəsinə çevrilərsə, o zaman biz buradan X' bərabərdir X topla A-ya, Y' bərabərdir Y topla B şəklində qeyd edirik. Paralel köçürməyə aid bir neçə nümunələrə baxaq. Məsələn, birinci verdiyimiz nöqtə belədir. Tutalım, -3, 5 nöqtəsi 2, 7-yə nəzərən hansı nöqtəyə paralel keçirilər? Əgər başlanğıc nöqtəsini veribdirsə və hansı nöqtəyə nəzərən paralel köçürülməni axtarırsa, o zaman başlanğıc nöqtənin üzərinə, yəni -3-ün üzərinə 2-ni gəlirik -1, 5-in üzərinə 7-ni gəlirik 12. Deməli, B -1, 12 nöqtəsinə çevrilir. -3-ü 2-yə nəzərən -1-ə gətiririk, 5 nöqtəsini 7-yə nəzərən 12 nöqtəsinə gətiririk. İkinci halda belə bir misal qarşımıza çıxa bilər. Məsəl üçün, deyir ki, A -5, 7 nöqtəsi hansı nöqtəyə nəzərən -2, 9 nöqtəsinə paralel keçirilib. Deməli, başlanğıc nöqtə verilib, son nöqtə verilib, hansına nəzərən olub? Yəni, AB nöqtəsi verilməyib. -5-in -2-yə gəlməsi üçün nəyə nəzərən sürüşməsi lazımdır? -5 üstə gəlinsin, A bərabərdir, -2-dirsə A bərabərdir 3-ə. 7-nin 9 olması üçün nə üzərinə gəlmək lazımdır? 7 üstə gəlinsin, B bərabərdir 9-a, B də bərabərdir 2-yə. 3, 2 nöqtəsinə nəzərən, deməli 3, 2 nöqtəsinə nəzərən paralel keçirilib. Daha sonra başqa bir nümunəyə baxaq. Hansı nöqtə -3, 4-ə nəzərən -2, -7 nöqtəsinə paralel köçürülüb. Bu üçüncü nümunədə isə bizə başlanğıc nöqtənin nə olduğunu verməyib. Məsəl üçün, başlanğıc nöqtəni qeyd eləyək, X və Y. X-ı üzərinə -3 gəldiyimiz zaman
-2 eləyibsə, o zaman x bərabər olacaq -2 üstəgəl 3, yəni 1. Y-ın 4 nöqtəsinə nəzərən paralel köçürülübsə, y-də olacaq -11. Misalımızın da cavabı 1, -11 nöqtəsidir. Deməli, başlanğıc nöqtəmiz budur. Buna aid 2 üçlü məsələ də verilə bilər. Məsələn, A nöqtəsinin koordinatlarına verər -4, 5, B nöqtəsinin koordinatlarına verər 3, 7. Deyər ki, AB parçasının orta nöqtəsi B nöqtəsinə paralel köçürülür. Gəlin onun orta nöqtəsini tapaq. -4-lə 3-ün cəmi olsun -1, yarısı -0,5. 5 ilə 7-nin cəmi 12, yarısı 6. C nöqtəsi B-yə paralel köçürülübdürsə, 3, 7-yə. -0,5-in üzərinə nə gəlsə 3 alınar. 3,5. 6-nın üzərinə nə gəlsə 7 eləyər 1. Deməli, paralel köçürülmə aparılır bu nöqtəyə nəzərən. Soruşur ki, bizdən A nöqtəsi bu nöqtəyə nəzərən, yəni eyni paralel köçürməyə əsasən hansı nöqtəyə paralel keçər? 3,5 və 1-ə nəzərən -4 və 5 nöqtəsi. -4-ün üstünə 3,5 gələndə -0,5 eləyəcək. 5-in üzərinə də 1 gələndə 6. -0,5, 6 nöqtəsinə paralel keçir. İndi isə dönmədən danışaq. Dönmələrimiz iki formada aparılır. Saat əqrəbi istiqamətində və saat əqrəbinin əksi istiqamətində. Saat əqrəbi istiqamətində 90 dərəcə döndüyümüz zaman y-dan x yerini dəyişir və eyni zamanda y -x-a çevrilir. 180 dərəcə döndüyümüz zaman -x, -y, 270 dərəcə saat əqrəbi istiqamətində döndüyümüz zaman -y(x), 360 dərəcə dönmək isə özünə geri dönmədir, yəni olduğu kimi qalır. Saat əqrəbinin əksi istiqamətində dönürsə, 90 dərəcədə -y(x), 180 dərəcə dönürsə -x, -y, 270 dərəcə dönürsə y -x və həmçinin də 360 dərəcə yenə deyirəm özünə geri dönmədi, o zaman olduğu kimi qalır. Gəlin bir nümunəyə baxaq. Məsəl üçün A -4, 7 nöqtəsini bizdən istəyir 90 dərəcə saat əqrəbinin əksi istiqamətində döndərək. Saat əqrəbinin əksi istiqamətində biz bilirik ki, onlar yerlərini dəyişir və y işarəsini dəyişməlidir. Onlar yerlərini dəyişdiyi zaman 7 gələcək bura, 4 keçəcək bura. X-in işarəsinə toxunmuruq, y isə işarəsini dəyişəcək, olacaq -7. Deməli, 90 dərəcə saat əqrəbinin əksi istiqamətində geri hərəkət eləmiş olacaq. Hərəkət oxşarlıq simmetriya mövzusundan müəyyən qədər misallar və qaydaları izah eləməyə çalışdım. Ümid edirəm ki, başa düşdünüz. Sağ olun.